Kocaz'da YouTube kanalında videolar ona göre var ki artık nəzəriyyə orada, praktika burada. Dərsi oxuyana nə lazımdır ki? Yalnız və yalnız kod yazmaq. Kod, yenə də kod yazmaq. Nə qədər çox kod yazdınsa, bir o qədər gələcəyin gözəl, əla peşəkar olacaqsan çox kod yazmaqla. Kocacılar və proqramlaşdırmanı sevənlər, proqramlaşdırmaya ilk addım atanlar və ümumiyyətlə proqramlaşdırma havası ilə nəfəs alanlar, hər kəsə salam, necəsiniz? Mənim bugün maraqlı söhbətim var. Bugünün söhbəti həmin oxumaq istəyən kəslərədir və həqiqətən də Kocaz kanalında yetərincə video sayı var ki, müstəqil olaraq sərbəst özün belə öyrənə bilərsən, amma praktikaya çox ehtiyac olanlar isə məhz mənimlə başlaya biləcək. Bugün məqsədim məhz söhbət time'da budur. Biləsiniz ki, Kocaz kursunda nəyi nəzərdə tutur, nədir ana məqsədi və hər bir şey detallı olaraq danışaq. Kofe, çay, nədirsə hazır edin, yaxın durun. Kocaz kanalında kurslar necə baş verəcək, biraz ondan danışaq. Getdik! Deməli, nə ilə başlayaq? Bir daha indi bu saat hal-hazırda olan statistikadan başlamaq istəyirəm ki, bizim Kocaz kanalında PHP-yə, Python-a dair nə kimi videolar var, sayı nə qədərdir və mütləq elə arxasıca da JavaScript gələcək. Belə ki, JavaScript kurslarımı da rahat başlaya bilərəm. Onsuz da həmin ana gələnə qədər mən yetərincə video çəkəcəm. Amma PHP-yə dair, PHP indi bu saat çox gözəl təşkil olunub, gözəl də çəkilib. Həqiqətən də PHP sevənlər, PHP-ni öyrənmək istəyənlər artıq hal-hazırda mən playlistə baxıram. PHP-də 49 video göstərir. Möhtəşəm bir şeydir. Yəni ən azı 49 çox fundamental olaraq mövzulardan danışa biləcəyik və kursda elə bu mövzuları bildin, praktikada da bunu möhkəmləndirdin. Oldu möhtəşəm. Eyni zamanda gəlin mən Python-dan da danışım. Bir neçə dəfə danışmışam, onun sözü yox. Amma hal-hazırda baxıram ki, playlistə göstərir 132 Python video. Amma indidən deyirəm, bir əlavə 50-si də shortslardır. Onlar da dəhşət bir videolardır, həqiqətən. Amma onları qatmayaq hesaba, o həqiqətən də fərdi öz üzərində işləyib, qısa vaxtda böyük bir məlumatı əldə etmək istəyənlərədir. Buyursunlar, baxsınlar, amma böyük dərs kimi 132 Python-a dair dərs var. Əslində Python biraz da dərin keçərəm, amma hər şeyin öz vaxtı var. Məqsədim Kocazda həqiqətən də sıfırdan maraqlı bir formada kurs təşkil etməkdir. Belə ki, sərbəst olaraq özün də çox rahat şəkildə öyrənə bilərsən. Göstərdiyim say, dərs sayı heç də az deyil. Və mənim hələ deyək ki, ortadan biraz yuxarıda saxladığım JavaScript dərsləri var ki, hal-hazırda 38 dərsdir. O 38 dərs bilirsiniz nə deməkdir? Gözəl bir mövzuda, həddən ziyadə. Ona görə də mən rahat başlaya biləcəm. JavaScript-i də tam necə lazımdır təşkil edəcəm və PHP, Python, JavaScript Kocaz kanalında başlayacaq. Amma indidən demək istəyirəm ki, fərdi olaraq dərslər necə təşkil olunacaq və qrup olaraq necə təşkil olunacaq. Gəlin ilk birinci fərdi dərslərdən danışım. Fərdi dərslər adı üstündə fərdi mənim birbaşa tək-bətək tələbə ilə dərslərim olacaqdır ki, hadi məsələn ki, bu PHP-də ola bilər, bu JavaScript ola bilər və Python-da ola bilər. Yəni, maşallah yazırsınız, həqiqətən də dərsə başlamaq həvəsiniz var. İstər tələbə kimi, istər informatika müəllimi kimi, istər artıq bu işdə pişmiş bir insan kimi hərəniz, hamınız yazırsınız və bir neçəniz həddən ziyadə tələsirsiniz, bir neçəniz mən səmimi deyirəm. Bu video baxanlara mən səmimi deyirəm. İnandırım sizə ki, mənə Kocaz başlayandan indiyənə kimi yazırlar ki, müəllim, sizi mən gözləyirəm. Afərin onlara, düz mən demirəm gözləyin, əslində həyat davam edir və mən başlayana qədər əslində özü bir sıra kurslara, bir sıra dərslərə yönələ bilərdi və ya bilərdilər o tələbələr, amma yazıblar.
Müəllim gözləyirik. Siz deyin nə vaxt başlayırsınız. Sözüm ona gətirirəm ki, sözümü mən fərdi başlayacağım məsələlər çox maraqlıdır. Həddən ziyadə fərdi dərs aydın məsələ ki, maddiyyatı fərqli olacaqdır qrup olaraq və bunlar da ayrıca vurğulanacaq. Mən ayrıca ona həqiqətən də şərait quracağam, amma indi sadəcə söhbət edirəm. Amma nə idi məsələn? Fərdi artıq o insanın özünün fərdi qrafikinə uyğun olaraq oxuma saatını özü üçün təşkil edə biləcək. Amma aydın məsələdir ki, ayda istəyir fərdi olsun, ayda istəyir qrup olsun, 8 dərs. Tələsmədən, eləmədən ciddi 8 dərs bir aya bəhs edir ki, həm işləyəsiniz üzərinizdə, həm də eyni zamanda sizə çox gəlməsin bu dərs. Yəni ayda 10 dənə eləmirəm, 12 dənə eləmirəm, 8 dərs. Yəni həftəyə 2 dərs tamamilə bəhs edir. Fərdidə nədir? Fərdi həm real dərs keçirəm. Çox maraqlı formada. Mənim tələbələrim var. Fərdi tələbələrim bilirlər nə maraqlı əslində təkbətək fərdi dərslərim keçir. İstəyir online, istəyirsə də ki real. Buna problem yoxdur. Və birbaşa yalnız və yalnız praktiki məsələlər. Həmin o əzazil direktorlar, həmin əzazil menecerlər, həmin o kəslər ki, məni həqiqətən öyrətdilər. Öz nazları ilə, öz fikir dəyişiklikləri ilə, özünün zövqləri ilə, harda ki, bəlkə də mən barışmırdım, amma sifarişdir, etməli idim, iş idi, görməli idim. Mən bu işdə məhz onların fərqliliyi elə deyək ki, səbkidən və fərqliliyi ilə demək istədiyim odur ki, mənə onu göstərməsəydilər, bax o fərqli istəklər, bu istəklər fərqliliyi ilə mən kod yazmağı tam başqa bir rakursdan baxdım, onu da tələbələrimə ötürürəm. Fərdi tələbələrim mənə praktiki olaraq, bax mən fikrimi hər dəfə dəyişəcəm, istəyimi dəyişəcəm, qadağa qoyacam və deyəcəm bunu başqa cür yazda. Yəni həmişə uşaqlara deyirəm ki, nəlbəkidə çay verirəm, stəkan da nəlbəkin üzərindədir. Deyirəm məsələn stəkanı mənə ötür. O mənə nəlbəki qarşı ötürər, mən deyirəm istəmirəm. Başqa cür ötür. Demək ki, nəlbəksiz. Deyəcəm qulpdan istifadə etmə və s. və ilaxır. Yəni mənəm də, direktoram da ürəyim nə istəyir, menecerim ürəyim nə istəyir, məntiqə sığar, amma fərqli karprizlərlə dolu olan istəklərimi bildirəcəm. Kodda da elədir. Ona görə fərdilər mənimlə tam başqa cür işləyir və birbaşa bütün kod stresslərdən praktiki olaraq keçəcəklər. Bu həm onlayna aiddir, həm də real dərslərə. Amma onlaynda fərdi istəsə mənimlə Discord üzərindən çox maraqlı proqramdır, həddən ziyadə maraqlıdır. Mən bir sıra işlərdə istifadə edirəm, amma eyni zamanda onlayn olaraq Discord ona rahat olmasa fərdi, həmin kəsə mən Zoom vasitəsilə də dərsi keçirəm. Fərdi ilə aydın məsələ ki, çox maraqlı olur, çünki biz bizəyik bir məna olaraq və nə olur olsun dərslər maraqlı olmaqdan başqa dərslər praktika dolu və fərqlilik dolu olacaqdır. Amma istər qrup ol, istər fərdi ol, bir əsas ana qayda var. Kodyas kanalında videolar artıq var ki, sizlərə mən yox, həmin video nəzəriyyəni keçəcək. Mən isə sadəcə deyəcəm, hazırsanmı filan növbəti videoya? Yəni artıq o baxıb, öz üçün biraz işləyib və mən o həmin keçdiyim nəzəriyyə, videoda olan minimal xırda praktikalarla bərabər məhz həmin mövzuda real praktikanı keçəcək. Real məsələlərə yönələcək, amma indidən deyirəm, Kodyas kanalındakı videolar məhz bir gün bunun üçün lazım idi. Bizlər hamımız, içi müəllim, içi tələbə, hər kəs o videolara yönələcək ki, bugünün mövzusu nədir bilək. O videolar bizə silabusdur, bizim proqramımız. Gəlin bir də qrupdan danışaq. Mən düşünürəm ki, tam başqa bir maraqlı ideyadır qruplar. Mən qrupda olan hər kəsi işlətmək niyyətindəyəm. Və nəzəriyyə dediyim kimi YouTube-da var.
Sizlər qrup nümayəndəsi olan kəslər həmişə o videodan yararlanacaqsınız. Birinci o video sizə müəllimdir, sonra mən sizə ikinci praktiki müəlliməm. İstər fərdi, istər qrup. Amma maraqlı məqam nədir? Mən yenə də məsələlər qoyacağam və hər kəsin ekranını görmək niyyəti ilə, yazdığı kod niyyəti ilə birinin maraqlı səhvini eyni zamanda mən bir mövzu tutaraqdan hər kəsə deyəcəm ki, məncə belə yox, filan cür yazsanız yaxşıdır. Və yaxud da ki, diqqət yetirin, belə yazmayın. Mən bir çox şeyləri və yenə də əzazil direktorlardan və eyni zamanda menecerlərdən mənə divan tutduqları o günləri mən sizlərə də tutacağım ki, biləsiniz. Proqramlaşdırma çox maraqlıdır. Belə hətta fikrini tez-tez dəyişən insanlarla işləsən belə. Amma məsələ qoyulur praktiki olaraq və sizlər o məsələyə çox yaxın olaraq yazırsınız. Mən istəyəcəm hər kəs yaza. Amma qrupda 4, maksimum 5 nəfər olacaq. Maksimum. Ayrı məsələ ki, qrupun da ayrıca bir məbləği olacaqdır ki, o da ayrıca vurğulanacaq, ona şərait qururam. Mən o şəraiti qurub və artıq başlayacağım. Sadəcə Qocaz saytının içində, daxilində bir iki şeylər var ki, onları təşkil edirəm və salam. Amma qrup heç vaxt 6, 7 və 10 nəfərdən ibarət olmayacaq. Ona ehtiyac yoxdur. Çünki qarışıqlıq olmasın. Eyni zamanda qrupda çox maraqlı bir şey edirəm həmişə. Sizlər hamınız nəinki mənə bağlısınız, sizlər bir-birinizlə də bağlı olacaqsınız və hərəniz bir-birinizə sual verəcək qədər gözəl biliyə malik olmalısınız. Bizlər oynayaraqdan proqramlaşdırmanı keçəcəyik bir mənalı olaraq və çox zamanda mən Discord istifadə edirəm. Bilmirəm sizlər nə qədər Discordla dostsunuz. Qeyri-adi bir proqram deyil. Amma onun səs keyfiyyəti, video keyfiyyəti, qrupla iş imkanını Discord çox gözəl təşkil edib. Həddən ziyadə. Və bəlkə də indi Zoom çalışır Discord'un imkanları ilə ayaqlaşsın, onda da həmin şeylər olsun. Amma indidən deyirəm, Discord başqa bir şeydir. Mən Discord'da ən çox bilirsiniz nəyə göstərirəm? Səsi elə gözəl göndərir. Səsi elə aydın verir. Möhtəşəmdir da. Yəni, mən vurulmuşam Discord'un səs ötürmə imkanına və görüntüdə də hər şey tam başqadır. Discord'u istifadə edənlər mənlə razı olar, bilirlər. Discord'u mənə ayrıca sevdirən bir neçə insan olub. Ələxüsusda bir nəfər var ki, deyib ki, Discord, yenində Discord. Bir neçə testlərdən sonra mən razılaşdım. Ona görə də qrupda daha çox mən Discorddan istifadə edirəm. Yəni, olur da, mən bir-iki dəfələ qrupum olub ki, Discordu ya yaza bilməyib, ya da kompüter özünün olmayıb, oraya heç nə yazamayıb Zoom'dan başqa. Onda çoxluluq razılığa gəlirsə Zoom istifadə edirəm. Amma məqsəd nədir? Deyir, instrument nə olur olsun, əsas məqam odur ki, bizlər proqramlaşdırmanı çox maraqlı səpkidə yazmaq üçün qrup olaraq məsələni birlikdə yazacaq. Baxın, mənim işim ondan ibarətdir. Hər kəsin yazı stilinə baxacağam, hər kəslə soru-sual edəcəm. Amma nə olur olsun, sizlərə müəllim birinci YouTube-da olan videolardır. Mən istəyirəm dəyərli vaxtı itirməyim. Onsuz da dediklərimi bir daha deməyə, nəzəriyyə olaraq. Onlar YouTube-da var. Onlara dəfələrlə baxıb, mənim dərsimdən əvvəl, mənim dərsimdən sonra belə. Çünki daha bundan sonra bax, peşəkar olmaq istəyi sizdə bir dəfə olacaq və axıra kimi getmək şərti ilə. Məhz ona görə də mən bu səbəblə video dərslər yaratmışam ki, müstəqil özü istəsə və yaxud mənimlə istəsə, video, nəzəriyyə, çox dolğun Azərbaycan dilində material var. Başlaya bilər. Mənim işim qrup gözəl bilməsi üçün mənimlə praktika, amma YouTube-da olan nəzəriyyə ilə bərabər vəhdət olaraq biliklərini birləşdirsin, bir mənalı olaraq. Onda olacaq möhtəşəm. Və nə olur olsun, sizlərin hamınızın işi dərsdə iştirak etmək, dərsi həyatınızda bir çox şeydən önəmli tutmaq və
çox aktiv iştirak etmək. Mənim üçün fərqi yoxdur. Mənimlə olan tələbə Azərbaycan bölümündəndir və ya Rus bölümündən. Heç bir fərqi yoxdur. Çünki mənim deyəcəyim universal mövzudur və ona görə də orta bir Azərbaycan dili biliyi olur da Rus bölməsində elələr var ki, Azərbaycan dili o qədər gözəl olmaya bilir. Səbəbi ondandır ki, oxuduğu ədəbiyyatdan tutmuş, evdəki danışıq hamısı rusca olub, amma yenə də deyirəm, fərq eləmir. Oxumaq üçün universal proqramlaşdırma dilimiz var və qrup istəyir Python seçsin, istəyir PHP seçsin, istəyir JavaScript seçsin. Bizlər çox rahatlıqla başlayacaq. Şərtim odur ki, önəm verin dərslərə və iradəli şəkildə axıra kimi davam edin. Heç nə asan deyil və bu həyatda çətin bir şey yoxdur. Sadəcə bu işi aparmaq var. Apara bildinizsə, vəssalam. Söz, sizlər bu proqramlaşdırmanı qrup olaraq da çox sevəcəksiniz. Mən istəyirəm bir məqamı vurğulayım, ən çox da yaşı az olanlara, belə deyək də, böyüklər və yaşı çox olanlar artıq həyatdan yaxşı pis başı çıxır həqiqətən. Amma bu həyatda sizə hər şey bir dəfə imkan olaraq veriləcək. Bir dəfə, yaşı neçə olur olsun, amma bir dəfə. Ya o imkandan yapışıb həqiqətən də axıra kimi gedəcəksən, ya da bu getdi. Gəlmişdi, şans idi, buraxdın getdi. Başqa bir şans gələcək. Yenə ona yönəlmədinsə, yenə ciddi yanaşmadınsa, yenə iradəli şəkildə getmədinsə, o da getdi. Sizlər proqramlaşdırmaya başladınsa, bu sizin şansınızdır. Ey yaşı az olanlar, mən ona görə deyirəm ki, hamımız, yetərincə yaşımız var. Hamımız, həyat bizə elə şeylər öyrədir ki, sonra anlayırıq ki, ayda, məni qaytarardılar o vaxtda. İnsan kaş ki sözü ilə dolu bir həyat yaşayır və istəmərəm deyəsiniz ki, ayda, kaş ki qaytardım o vaxtda və imtina etməzdim. Deyək ki, dərsə getməkdən və yaxud da ki, başlamaqdan qorxmazdım, gedərdim, alınmaz yenə də davam edərdim. Mən vurulamaq istəyirəm ki, söhbət mənim dərsimdən getmir. Bu həyatda qarşınıza çox şey çıxacaq ki, amma bir dəfə çıxacaq. Bir dəfə dəyərləndirib, risk edib işi təşkil etməlisiniz özünüzə. Heç kim deyə bilməz ki, mənim həyatımda nəsə gəlmədi. Gəldi, ya o an gözü yummusan, ya da başqa yerə baxmısan. Qismətin gəlmişdi, etmədin. Mən də demək istəyirəm ki, mən Kozas kanalında yetərincə video qoymuşam. Sadaladığım dillər üzərə. Başlayıb, yarımçıq qoymayın. Bu şansdır sizə. Axıra kimi gelin. İstər mənlə praktika, istər mənsiz. Amma bu sizə bir dəfə həyata şansdır. Bir dəfə. Həvəs gələndə belə ondan yapışın. Həvəs ölməz. Əgər çox şey sizdə alınmasa. Amma həvəsi öldürən yeganə kəs siz özünüzsünüz. Ona görə də çox xahiş edirəm. Hər şey çox pozitiv baxın. Söhbət ilk birinci alınmasından getmir. Söhbət axıra kimi gedib bu işi anlamaqdır. Bir dəfə. O filmdə var, harda ki Doctor Strange göstərir bir dəfə. Bu deməkdir ki, yəni nə olur olsun qarşına çıxır bir dəfə. Amma sən öyrənmədin, sən etmədin, axıra kimi getmədin, tulladın, nə istəyirsən. Bunu anlayacaq insan gələcəyinə, öz övladına bir də atmağa icazə verməyəcək. O öz övladında özünün bitirmədiyi işlərini öz övladını tamamlayıb axıra kimi getməsinə şərait quracaq. Amma yenə də öz-özünə deyəcək ki, kaş ki oxuyardım. Ona görə neyiniz eləyin? Mütləq oxuyun. Nəyi deyim sizə? Nədən deyim, nədən danışım? Deməli, bir-bir danışacağım bütün dillər barədə. Pythondan başlayaq. Nə demək istəyirəm? Bir çoxsu mənə yazır, soruşur. Səsli də danışırıq. İstər Instagramdan, istər LinkedIn-dən və ya Facebookdan. Həqiqətən də səsli. Çünki ürəyi dolu olan tələbələr var, sual verənlər. Səsli, deməli, söhbətimiz olur və çoxsu da soruşur.
Pythondan danışaq. Deyirlər ki, məsələn, mən seçdim öz gələcək karyeramı, yolumu data analitika kimi. Digəri deyir ki, mən karyeramı seçdim birbaşa cyber security və Python orada çox ehtiyacım olacaq, mən onu bilirəm. Məndən qabaqkilər Pythona yönəlmişlər və həddən ziyadə zəif idilər və o qədər də uğurlu olmadılar. Bu və ya digər avtomatlaşmış işlər, avtomatlaşmış proseslərdə Python proqramlaşdırma vasitəsilə və yaxud da ki, bir neçəsi deyir ki, mən çox maraqlı komponentlər yazmaq istəyirəm, həddən ziyadə Pythonda, mənim başqa layihəmdə iştirak etsin deyə. Və soruşurlar, artıq o data analitik məqamlara yönələcəkmi Pythonda sizin dərslər? Cyber security'dəki avtomatlaşmanı təşkil edən bir məqam olacaqmı? Və ya incələyəcəkmi, deyək ki, hansısa bir təsəvvür edək ki, sanki bir nə bilim tip fakültetidir və doğrudan da ki, hansısa bir heyvanı yarıb içini görəcəkmi? Sanki bu kimi sualı mənə verirlər ki, hansısa modulun içini açıb tanıyacaqmı? Deyək ki, incələyəcəkmi filan kəs və yaxud da ki, filan qrup necə yazıb bu Pythonu? Biz də elə yazaq, indidən deyirəm. Bu Pythonun fundamental hər kəsin, data analitika, cyber security, modullar, mikroservis yazanlar, kim olur olsun birinci bunları bilməli olduğu bir dərslər silsiləsidir. Ən bəsit dəyişəndən başlayaraq kompleks şəkildə OP dünyasından hər bir şey sizə göstərilir. Çünki sizə istifadə etmək istədiyiniz o möhtəşəm və möhtəbər, həqiqətən də bir nömrə olacaq modullar, frameworklər, bunlar hamısı minimal bugün keçəcəyimizdən ibarətdir. Bilərsiniz və ola bilməz də siz birbaşa keçid alasınız hansısa çox güclü bir əvvəli olmayan heç Python proqramlaşdırma dilində dəyişəndən başlayaraq OP dünyasına gəlmədiyi bir biliyə sahib olmadan birdən keçid almaq istəyək ki, Pandas, NumPy olarmı? Xeyr, olmaz. Deyək ki, fayllar çoxluğunda maraqlı bir kod yazmaq istəyir cyber security'də və bir neçə işləri təşkil etmək istəyir, ya da ki, maraqlı sorğular göndərmək istəyir avtomatik. Fundamental Python biliyi olmadan etmək olarmı? Xeyr, olmaz. İnternet sizin üçün əslində hazır kod parçaları bu və ya digər kəsdən paylaşımlı şəkildə qoyulub və siz onu əslində istənilən bir işinizdə tətbiq edə bilərsiniz. Yəsi sizsinizmi? Xeyr. Bunu bilərəkdən yazmısınızmı? Xeyr. Ona görə indidən deyirəm, gözəl insanlar, Python sıfırdan ta OP dünyasına kimi hər kəsin yolu nə seçirsə fərqi yoxdur. Hər kəsin bilməli olduqlarından başlayırıq. Sonradan sonraya mən ayrıca keçid alacağım. O ayrıca bir kurs, ayrıca işlərim olacaq. Mən hələ ilk start, başlanğıc, o nə ad verirsə verin, bu kursu hələ başlayıram. Ona görə də tələsməyin. Onsuz da deyəcəyim hər kəsə lazımdır. İnformatika müəlliminə də lazımdır. Gələcəyin gözəl proqramçısına da lazımdır. Mən bir çox detallara söhbət time'da toxunmuşam proqramlaşdırma dünyasına. Hər kəsə əslində Python lazımdır. Amma dediyim kimi, o seçdiyin yol üçün yox Python'ı gözəl bilmək üçün gələcəkdə seçdiyin yol sənə asan gəlsin deyə. Ona görə müəllim heyətindən tutmuş, ən maraqlı belə proqramçıya bu minimal yoldan başlamaq şərtdir. Biz elə də edəcəyik. Gəlin biraz da PHP-dən danışaq. Mən vurğulayım ki, PHP bizim həyatımızda hər şey deməkdir. İstəyir C# dünyasında ol, istəyir Java dünyasında ol. Yəni gözəl layihələr yaz. Amma elə an olacaq ki, universal maraqlı bir həllə gəlmək istəyəcəksən, bax orada sənə PHP lazım olacaq. Çünki sən bütün API işləri qurmusan, başqa bir dil lazımdır ki, onlara yönələ və müəyyən işləri görə. Ən azı həmin o C# və Java və digər compile ailəsindən olan kəslərin yenə də PHP gələcəyini vurulamaq naminə bu misalı verdim, amma deyirəm, web layihələr, möhtəşəm web layihələr qurmaq üçün
Bugünkü onsuz da bugünkü internet 80%-nə qədər, demək olar 80% tamamilə PHP-dədir. PHP-nin iştirakı orada var. Tamı da ola bilər, yarımı da ola bilər, nə bilim neçədə 1% də ola bilər, nə fərqi var? PHP hər yerdədir. Bugün PHP 8.4-ə qədər gəlib və 8.5-in artıq söhbəti gedir və PHP ölməzdir. Nə qədər istəsələr də, nə qədər başlıqlar yazsalar, PHP öldümü, PHP özünü düzgün göstərirmi, PHP həqiqətən də yararlıdırmı ya yox, PHP hər yeri virus kimi zəbt edib bir mənalı olaraq və bütün serverlərdə ən gözəl işləyən PHP-dir. Ən gözəl bir mənalı olaraq və gələcəyin quracağınız layihəsi PHP-də sadə bilikdən OPA kimi Kocaz kanalında sizlərə video olaraq verilib. Və mənimlə bunu praktik olaraq yaşayacaqsınız. PHP-nin özəlliyi bilirsiniz nədir? Onun sənin kodunda yaşada bilmə imkanı bilirsiniz. Deyək ki, məsələn deyirəm də, mən Python yazıramsa, ancaq Python yazıram. Amma PHP çox maraqlıdır. PHP kodun içində mənə imkan verilir ki, nəinki PHP, HTML, CSS, JavaScript. Bəs onun özü də PHP elə bir faylın içində yaşasın. Möhtəşəm bir şeydir. Həddən ziyadə və həmin söhbət burada da var. Bir də görürsünüz ki, mənə müraciət edib, soruşurlar və öyrənmək istəyirlər. Biz PHP-də olarmı birbaşa layihələrə keçid alaq? Layihələr yazaq da. Yəni bu düyməyə vuraq olsun, o nə bilim sahəyə keçək bu olsun. Bax orada avtorizasiya var, burada birbaşa falan şey var. Elə onlardan başlayaq ya da birbaşa framework-ə keçək. Deyək ki, Laravel-a keçirəm ya da mikro framework-lərə keçirəm. Gəlin ondan başlayaq da, nə olar? Deyə vurğulamalar var. Deyirəm, ey gələcəyin gözəl proqramçısı və ya ey cari indiki proqramçı. Əgər sən framework-lə başlamsansa, çox pis. Amma düzgün yolu PHP-nin dildə axı proqramlaşdırma dilidir, amma dildir. Düzdürmü? Deyə bilməzsən ki, mən gedəcəm, mən gələm ingilislə danışmağa, mən Azərbaycanlı ilə niyə danışım, onunla məndə ələ alınacaq. Hara gelsən? İsim, feil, nə bilim zamanlar, bunların hamısını gözəl bildin mi gedib söhbət eləmək istəyirsən, çox güclü bir işlə məşğul olmaq istəyirsən, birbaşa xeyr. Yəni heç kim framework-lə başlaya bilməz, başlamamalıdır, heç bir layihələrə yönəlməməlidir. Birinci praktikanı PHP dilinin özündə almalıdır. Dəyişənlər, dövrlər, şərtlər, bir çox işlər. PHP hər şey qadirdir deyə. Üstəlik ona kömək olan JavaScript-dir. Çünki layihən istər-istəməz JavaScript-lə qarışıq olacaq. Mən bunu dəfələrdən vurğulamışam və ola bilməz ki, sən gedəsən möhtəşəm bir framework-ün içində başlayasan, Laravel-da başlayasan, Artisan qoşasan, Artisan sənin üçün faylı bir dəfəlik yaratsın, işlər xəbərin olmayaq ki, orada bir klassla necə bağlandı, necə sətirlər orada avtomatik gəldi və s. və axır. Amma sənə desəm özüm elə qalarsan belə. Ona görə də heç bir layihələrə birbaşa və ya eyni zamanda hazır frameworklərdən istifadədən başlamaq, birbaşa bu işlərə keçid almaq yoxdur. PHP-də sıfırdan ta axıra kimi PHP nədir? Özünü öyrənməkdir. Çünki mən ümumiyyətlə öz tələbələrimə 2022-dən qabaq PHP-ni hətta OP dünyasının özünü çox öyrətmirdim. Eyni zamanda deyək ki, abstract class, implementasiyanın başqa növləri və s. və ilaxır deyək ki, tradeslərə də yönəlmirdim, bir şey öyrədirdim. Sənə verilən məsələni PHP dilin özündə yaza bilərsənmi? Deyək ki, yoxdur da, bir neçə dildə axı enkapsulyasiya yoxdur, filan şey yoxdur. Yəni bunlar sadəcə dilə bir məntiq olaraq gəlib, amma olmaya da bilər. Olmasa necə yazarsan? Deyə belə şeylər çox öyrətmişəm ki, zehni açılsın bu insanın, özünə güvəni açılsın. Yoxdur, mən yazaram. Kimi bir şəraiti qurdururam, amma Kocaz kanalının özündə video dərsi olaraq da fərdi yanaşdığım kimi eləmirəm. Həqiqətən mövzular qoymuşam. Bitdə muncuq hər şey təşkil etmişəm və misalları ilə vermişəm və deyirəm, PHP belə də öyrənilməlidir. Framework-ə gələn həqiqətən də güclü bir insan olmalıdır. Ola bilməz, idman zalına gedəsən,
və birbaşa 50 kilodan başlayasan. Ola bilməz ha. Mən qaldıraram. Deyək ki, təsadüfən 2-3 hərəkətə 50 kilonu qaldırdın, işlərin elədin, evə gəlsən çökərsən. Bir də o 50-yə toxunmarsan. Sport zala gedənlər bilir. Və indidən vurğulayıram. Başlamaq lazımdır 5-5. 5 kilolardan çox eləmək lazımdır. 10 çox eləmək lazımdır. 15 son qayıdıb təzədən 5 və belədir də dünyamız. Yəni bugün medal alan istənilən idmançı bilsəniz hansı yolu keçib, hansı əzmlə bərabər yolu keçib biləcəksiniz ki, ürək qoymaq lazım, amma sıfırdan axıra kimi. Ay layihə, ay nə bilim framework, bunlar hamısı başlayan üçün boş şeydir. Ciddi öyrənmək istəyirsə, sonradan sonraya o qədər gözəl öyrənəcək ki, heç Laravel istəməyəcək. Öz-özünə elə bir framework, elə bir admin, elə bir front yaradacaq ki, deyəcəksən ki, və salam da, heç doğrudan da ki, onun səncanı, Laravel'a nə ehtiyacı var? Özü daha möhtəşəmini, özünə rahatını yazıb. Məqsəd odur. Mənim dərsdə PHP dilini gözəl öyrətməkdir məqsədim. Videolar var, praktika mənimlə. Və ona görə də düzgün səviyyəyə gələndə özünüz azad olacaqsınız. Mənsiz belə. Hansı klass necə bağlanıb, hansı şərtlə mirasdırmı və s. və axır bundan hamısı biləcəksiniz və rahat tək özünüz edə biləcəksiniz. Niyə? Daha artıq 50 kiloya qədər nə qədər şey qaldırmısınız, düzdürmü? Həmin şey framework'a gələnə qədər siz artıq bu işin peşəkarısınız. Ona görə də mən PHP-də də hər şeyi ciddi əvvəldən axıra kimi sizə göstərmək və sizinlə praktik olaraq yaşamaq niyyətindəyim. Tələsənlər üçün ayrıca başqa şərait, başqa yerlərdə hazır videolar var. O videolar sizi ancaq həmin videoda kodu yazan öz dəst xətti ilə bu kodu necə yazıbsa onu göstərir. Səhvdir, düzdür, yanlışdır. O söhbət predmet deyil, yəni o müzakirə olunacaq məsələ də deyil, o belə yazıb. Amma ən pis odur ki, baxan fikirləşir, ən yaxşı variant budur, yanlış. Yəni bir sözlə, gəlin PHP-ni belə yanlış addımlarla başlamayaq və bilin, məqsədim əla PHP-ni öyrənməyinizdir. Bax, indi rahatlıqla JavaScript-dən danışa bilərik. O həmin JavaScript-dir ki, bəsit yaşam tərzinə malik idi, amma onu elə göylərə qaldırdılar. Elə qanad verdilər bu JavaScript-ə. İnanılmazdır. Yəni, bir göz qırpımında nətər oldu, zirvələrə qalxdı bu JavaScript. Yəni, möhtəşəm bir şeydir. Amma bizim işimiz JavaScript-i tərtəmiz tanımaqdır. Buna deyirlər Vanilla JavaScript. Təmiz JavaScript. Çünki JavaScript-dən gözəl JavaScript biliyindən sonra gəlir library, jQuery. Tamam mı? Bunu da mütləq bilmək lazımdır. Sonra artıq gələcəkdir frameworklər, başqa librarylər. Həqiqətən də React boşuna yaranmamışdı və bugün çox maraqlı formada gedir. Vue.js dəhşət gözəl bir şeydir. Express-i var bunun və s. və ilə axır. Yəni Node.js aləmində gözəl bir şeydir, amma dayanın. Necə ki, mənə PHP-dən və Python-dan məhz tez bazar bir öyrənmə yollarını soruşurlarsa və deyirlər, olarmı React-dan başlayaq? Olarmı birbaşa Vue.js-də göstərərsiniz də nə necədir, bağlantıları, klik zamanı nə, hara, necə və burada deyirəm, durun, bir dəqiqə. Nə olur olsun, React-ın içində belə, Vue.js-in içində belə, Express-in özü belə, digər JS imkanları belə, nə olur olsun, tərtəmiz JavaScript-ə baxır. O bilik varmı? Bunu ona görə deyirəm ki, bir gün həqiqətən də bu Kocaz kanalı olmadan qabaq tələbənin biri gəlir ki, müəllim, mən istəyirəm Vue.js-dən başlayaq. Niyə sual vermək istəyirəm? Amma deyəm bir dəqiqə. Əgər JavaScript biliyi yetərincə gözəldirsə, artıq Vue.js-də minimal işlərdən başlayaraq çox maraqlı, maksimal bir kompleks proyektə keçid almaq olar. Eyni zamanda görərəm də necə yazır.
Nəysə deyirəm ki, tamam. JavaScript biliyi necədir? Belə də pis deyil. Necə əminliklə belə də pis deyil dedim, tamam, elə ortadan yuxarıca artıq pis deyil də. Gəl bir soruşum eləyim. İlahi, destruction zəifliyi JavaScript-də bağışlanıla bilməz. Sözüm onu gətirirəm ki, mən göstərəndə ki, yox, bu səndə olan JavaScript o deyil, Vue.js-ə keçid ala bilmərsən deyəndə, mən ümumiyyətlə ancaq ona Vue.js-ə keçid ala bilmərsən vurğuladım. Yəni, söhbət mən sənə dərs deyəcəm, deməyəcəm, dərsimiz olacaq, olmayacaq mövzusu deyildi. Sadəcə dedim, bir dəqiqə deyən, həqiqətən mi JavaScript bu qədər gözəldir? Vurğulamam odur ki, əgər tələsirsinizsə birbaşa frameworklərlə, Node.js dünyasından dost olmağa indidən deyirəm. Hər şeyin öz zamanı var. Bizlər Kozas kanalında görmüsünüz. Hətta mən Node.js barədə biraz danışdım, kompüterə yüklədim də, amma vanilla JavaScript-i göstərdim. Sadəcə imkan nə gözəldir. Node.js-i yaradan kəs, adı məsələdir ki, V8-dən istifadə edib, bunun söhbətini aparmışıq. Güman edirəm ki, JavaScript videolarına baxmışsınızsa bilirsiniz. İstifadə edərəkdən çox maraqlı bir məhsul yaradıb və hər kəs artıq o həmin o JavaScript.js faylı, hansı ki HTML ilə bağlanmasa, bir iş görəsi deyildirsə, müstəqil Node.js-də PHP kimi, Python kimi server faylı və dilinə keçid alıb, çox rahat olur yazmaq. Amma yenə deyim, vanilla JavaScript söhbətidir. Və mən müəyyən şeyləri JavaScript-də yenə də sadəlikdən başlayaraq yol almışam və dediyim kimi inşallah olacaq. Ona görə də JavaScript-in eşqi ilə alışıb yananlar, JavaScript o qədər möhtəşəm bir dildir, o qədər zəngin, içi o qədər inanılmaz gözəldir ki, təmiz JavaScript-i bilmədinsə, sənin nə React-da, nə Vue.js-də, nə başqa JS imkanlarında, frameworklərində və library-lərində, kitabxanalarında yerin yoxdur. Bilmirsənsə JavaScript-i, olmaz. Mənim işim JavaScript-i gözəl göstərməkdir. Ki, əlimdən gələni eləmişəm ki, artıq orada 38 video varsa, hamısı bir-birindən dəyərlidir. Ümumiyyətlə möhtəşəmdir də. Yəni, mən elə bir şərait qurmuşam ki, kimsə deməsin. Azərbaycan kontentində, YouTube-da yoxdur proqramlaşdırma yoxdur. 2022-dən ona icazə verməm desinlər. Bəlkə tapmayıb Kozazı. O normaldır. Kozaz çox cavandır. Bizim hələ 4000 belə sayımız yoxdur abunəçi. Amma hələ tapmayıb. Amma tapsa, Python, JavaScript, PHP artıq var. Düzdür, hərdən başqa dillərdə istəyirlər və bir neçəsində yazıram. Öz layihələrim üçün yazmışam sadəcə. Amma social'a yazı keçə bilərsinizmi? Düşünürəm ki, keçərəm də, amma bu üçü əsasında mən bu üçü ilə, bir də başqaları var, interpretator ailəsində mən onlarla yaşayıram bir mənalı olaraq və onları göstərirəm. Amma sağlıq olsun, bəlkə də videoları tamamlayandan sonra düzdür, başqalarına keçid alacağım, ayrıca mənim Swift-im də var. Amma JavaScript təmiz bilinməsə, öyrənilməsə, bu o deyil. Mən JavaScript-dən də söhbət aparım ki, gözəl insanlar, bu Vue.js-dir, React-dir və Express-dir, bu kimi çox maraqlı şeylər sondadır, sonda gözəl JavaScript-i bilənə, yazana. Amma JavaScript nədir? HTML biliyi ilə bərabər yaşayandır. Yəni istər-istəməz JavaScript kursunda HTML ilə mütləq dost olacaq. HTML və CSS ümumiyyətlə bu elə bir varlıqdır ki, JavaScript-lə vəhdətdir. Mən həmişə deyirəm ki, heyf ki kurslarda vadarıq. Birinci HTML deyək, CSS deyək, sonra JavaScript deyək. Amma əslində birinci JavaScript gücü gəlir. Sonra HTML, CSS. Çünki JavaScript bundan hamısına müdaxilə edə bilir. Hamısının içdən, kökdən dəyişə bilir. Hər şey edə bilir. Yəni, çox maraqlı bir şeydir JavaScript. Ona görə də sadəcə istəyirlər o və mən də əslində onun tərəfdarıyam. İstəyirlər ki, düzgün gedələrdə, yəni JavaScript nəyə təsir edə bilir? Onu tanımaq lazımdır. Düzdür, ona görə birinci HTML, CSS deyirlər ki, sonra deyirlər, indi gör indi necə dəyişəcək onu. Düzdürmü? Ona görə də istər-istəməz JavaScript kursunda, daha çox da JavaScript kursunda HTML və CSS bilikləri də
içəridə daxildə olacaqdır. Və bu da istər fərdi, istər qrup olaraq, praktiki olaraq yaşanacaq. Amma nəzəriyyə olaraq YouTube-da artıq var. Sizlər öz üzərinizdə işləmək istəyirsinizmi? Mən nə qədər vaxt itirdim bu videoları yaratmaq üçün. Xoşdur mənə. Azərbaycanda qoy olsun. Həqiqətən. Biri də pullu deyil. Mən bir söhbət ayımın birində hətta demişəm, buna mənim üçün qızıldır. Hər video qızıldır. Hər video mənim vaxtımdan başqa bu qədər də əslində ətrafımda, siz görmürsünüz də mənim studiyamı. Bu qədər ətrafımda cihazlar var. Mikrofondan tutmuş işıqlandırmaya, monitor, kompüter, eyni zamanda mənim burada bir neçə səsi göstərən və eyni zamanda zoomlarım var. Yəni bir sözlə səslə bağlı, hətta səslərlə test eləyirəm özüm üçün. Videolarımda bir də görürəm, eləyirəm, amma məsələ onda deyil. Bu qədər şeyə mən həm maddi, həm də vaxt olaraq çox həvəslə bir xərc, bir yatırım eləmişəm. Niyə? Çox keyfiyyətli kontent olsun deyə. Mən xaricdən görəm axı, İspanları görəm, dəhşətdir də. Ruslardan daha çox öyrənmişəm. İngilislərdə söz yoxdur. İngilisdir də, daha ona nə deyəsən. Yəni bunlar möhtəşəmdirlər və ona görə istəmişəm ki, yaxşı, pis. Mən bu işin professionalı deyiləm, amma görün bu işə də girişmişəm. Sözümü ona gətirirəm ki, mən bu qızıl bildiyim, dəyərli bildiyim, heç pulla dəyişməyəcəyim videoları təmənnasız qoymuşam ki, Azərbaycanlım öyrənsin. Azərbaycanda ya da Azərbaycandan kənar öyrənsin. Öz həyatında bu biliyi pula çevirsin. Ona görə də JavaScript belə əvvəlinə, axırına kimi düzgün yolla öyrəniləcəkdir. Mənə verdiyin suala mən indi cavab verirəm. Vue.js, React-ın hamısının öz vaxtı var. Mən ayrıca onlara da keçid alacağım. Mənim istəyim, kimlər gələcəyinə özü belə sərbəst Vue.js, React-da keçid almaq istəsə, jQuery-də daha da dərin bir şeylər etmək istəsə, buyursun. Amma təmiz JavaScript biliyindən sonra. Ona görə də neynirik JavaScript-də də əvvəlinə, axırına kimi, OOP dünyasına kimi gözəl öyrənirik. Mənim indi bu saat vaxtım, işim, gücüm sadəcə gedəcəkdir Codejazz saytının özünə. Çox sadə bir iki şeylər etmək istəyirəm və ayrılacağam cari indiki interfeysdən. İndiki interfeysdə bilməm 15-dir ya 30-dur. Son YouTube'dan YouTube'a yerləşdirilən avtomatik videoların özü keçir mənim saytıma avtomatik. Yəni bunu da kodunu yazmışam. Yəni mən ayrıca bir şey eləmirəm. YouTube'da var, deməli Codejazzda da var. Və ola bilsin də kimsə ayda görəsə mən bir video unutmamışam, deyək ki, ya da hansısa bir video ötürməmişəm ortalarda, ilk 10, ilk 15, bəlkə də 30, artıq unutmuşam, gör nə vaxt yazmışam o. Bu videolar sırası avtomatik olaraq YouTube'dan əldə olunub saytda göstərilir. Mən isə istəyirəm, cavabım da ondan ibarətdir ki, artıq syllabus kimi birbaşa Codejazzda Python'da nə dərslər, nə mövzular və onun YouTube linkləri, PHP və JavaScript və eyni zamanda mənə yaza biləcəyiniz və deyək ki, vaxtı, şəraiti, dəyəri öyrənə biləcəyiniz birbaşa avtomatik cavabı da əldə edəcəksiniz. Bununla məşğul olam indi bu saat və tez bir zamanda inşallah başlayacağım. Sonradan sonraya artıq müəyyən edəcəm kimlər istəyir, hansı dili istəyir, neçə nəfərdir, fərdi kimdir, fərdilər kimdir, fərdi online, yoxsa fərdi real. Bunları öyrənmək istəyəcəm, amma mənim qrup şəraitim ancaq hələ ki online olacaq. Mən qrup olaraq, əyani olaraq real hələ ki görüşə bilməyəcəm. Ona dair inşallah bir şərait qurarıq. Amma hələ ki yoxdur. Hələ ki o şəraiti yoxdur. Mən onu çatdıramıram, həqiqətən çatdıramıram. Amma indidən deyirəm, mən əlimdən gələni edirəm ki, hər şey rəvan getsin. Bu çox vacibdir mənim üçün. Mən qaçmıram tələbə çox olsun. Olmasa belə, mənim üçün dərd deyil. Mən istəyirəm ki, YouTube'da yerləşən video hər bir Azərbaycanlı, digər Azərbaycanlıya desin ki, oxumaq istəyirsən, YouTube'da var. Məqsədim odur. Amma eyni zamanda da kimlər praktikanı daha çox görmək istəyirsə, buyursun. Yerim varsa, ki çalışacağım ki, mütləq şəkildə olsun,
mütləq şəkildə bir yerdəyik, bir mənalı olaraq. Ona görə də kurs məhz bu səbəblə başlayacaq. Hər kəs proqramlaşdırmaya həvəsi olan o proqramlaşdırmaya praktika qatsın deyə. Yoxsa belədir ki, nəzəriyyə YouTube kanalında var. Gələk çıxaq yaş məhdudiyyətinə. Əslində mən proqramlaşdırma dünyasında hərdən məndən soruşurlar. Olarmı övladım 8 yaşından proqramlaşdırmaya gəlsin? Əslində valideyn özü məsləhət bildiyi nəticə olduğunu sözü yox. Amma mən çox sevirəm ki, övlad 9-cu sinif, 8-ci sinif olandan sonra proqramlaşdırmaya gəlsin. Bu onun formalaşmış fikri, anlamlı şəkildə kompüterlə praktikasından irəli gələn mənim istəyimdir. Yəni o 8-ci və 9-cu sinifdə daha çox kompüterlə dost olacaq. Yəni əslində 8 yaşından da dost ola bilər də, amma 8 yaşındakı ünsiyyət və deyək ki, həyata baxış, sual vermə bacarığı, düşündüyünü mənə ötürmə bacarığı 8 yaş ara, deyək ki 13 yaş ara. Fərq böyükdür. Düzdürmü? Mən ona görə daha çox sevirəm ki, bu 8-ci və ya 9-cu sinifdən çox olsun. Bu daha gözəldir. Bir neçəsi soruşur ki, ay Allah, mənim 22-25 yaşım var. Yəqin ki, proqramlaşdırmaya gecikdimi? İlahi, bu gülünc bir yaşdır. Bu nədir ki, bu da bu da uşaqdır, sözün açığı. Xeyr, bu gecikmə deyil və hərdən soruşurlar ki, bəs yuxarı yaş neçədir? Yuxarı yaş istəyir 45 olsun, istəyir 50 olsun. Fərq eləmir. Oxumaq istəyən və həqiqətən də bu işin yiyəsi olmaq istəyən buyursun. Mənim belə bir ciddi yaş limitim yoxdur, amma ciddi məsləhətim var. 8-ci sinif, 9-cu sinifdən sonra olması nə gözəl. Bir mənalı olaraq. Həqiqətən. Çünki proqramlaşdırmanı öyrənmək niyyəti var ha insanın. Yəni imtahan verəcək və hardasa keçmək niyyəti ilə mən kursu keçmirəm. Ay sertifikat alacaq, ona görə bir şey eləyir, orada da yoxam. Mən ancaq və ancaq işim sənətkar olmaq istəyirsə, onunla uzun müddətli bir yoldayam. Yəni belədir ki, evdə hər kəs yemək bişirirsə, aşpaz deyil. Aşpaz sənətdir. Aşpaz professionaldır. Həqiqətən də. Baş aşpaza söz ola bilməz. İstənilən restoranın, hər yerin bir baş aşpazı olmalıdır və təkdir. Ona görə də vurğulamaq istədiyim nədir? Hətta çox maraqlı restoranın bir mətbəxində hər hansı bir, deyək ki, sadə bir aşpaz kimi fəaliyyət göstərmək istəsənsə, gör nə qədər gözəl bu işi görə bilmən lazım, sən bu sənət yiyəsi olman lazımdır. Elə belə yox. Evdə pişirirəm, gedim orada da pişirim deyə bir şey yoxdur. Oranın öz qaydası, öz qanunu, öz təmizliyi, öz saatı, saniyəsi, min işi var, min işi. Mən də deyirəm ki, bu işə gələcək insanlar proqramlaşdırmanın özünü sevdiyinə və bu işi bilməsi üçün gəlməlidir. Bu daha doğrudur. Nəinki, ay, abituriyentdən mənə 1 il Python lazımdır. Nə bilim, ay, sertifikat verəcəyim falan olacaq. Ay, nə bilim, nə. Elə deyil. Bunu gələcəyinə pula çevirmək üçün, bunu gələcəyinə sən sənət yiyəsi olasan, səndən bəhrələnərək, səndən nə qədər bəhrələnirsə istənilən bir müəssisə bir o qədər də hörmət qoyur. Adı məsələ ki, maaş da alırsan. Amma məhz bu sənin sənətin artıq əlində var deyə, səndən bəhrələnib sənin məhsulundan yararlanırlarsa, bax, budur. Sənin əvvəldə özünə qoyduğun sərmayə. Məqsədim, bax, bu yola gedənlərləndir əslində çabam və işləmək istəyim. Ona görə də çox xahiş edirəm, rahat özünüzdə bu işi formalaşdırın və davam edə bilərik. Çünki mənə müəllimlər yazır, məsələn, informatika müəllimi, mən anlayıram. Bu peşəkarcasına Python-u öyrənmək istəyir. Elə belə deyil də, o dəfələrlə orada və ya burada görüb və qane olmayıb Python-dan. Çünki qoyulacaq məsələni Python proqramlaşdırma dilində çox da yazanmır. Ən çox
testvari bir şeyler yazır, orada da dayanır. Yəni aydın məsələdir. Bir də var ki, mən Pythonu bilmək istəyirəm. Mən Pythonda öz tələbəmi daha da zəngin etmək istəyirəm praktika ilə. Ona görə dəfələrlə yazanlara da deyirəm ki, inşallah başlayacaq. Yəni Pythonu öyrənmək niyyəti ilə buyurun, bir mənalı olaraq. Daha elə yox ki, nə bilim, qısa müddətli bir şey istəyim və salam, yoxlayım da özümü. Belə deyil. Daha ciddi bir işdir və sərhəd yaşlarda yoxdur, amma məsləhətim yaşlara dair var. Gözəl olar ki, 13 yaşdan başlayır, məsələn, 8-ci sinifdən. Gözəl olar. 8-ci, 9-cu sinif startdır, amma 10-cu, 11 möhtəşəmdir da. Yəni övladın xaricdə belə getdiyi yerdə gözəl bu proqramlaşdırmağı bilsin, orada da bu biliyi savadı pula çevirsin istəyirsinizsə, nə gözəl, əla bir fikirdir. Ona görə də biraz proqramlaşdırmaya nəyə görə gəlirik, məqsəd nədir biləndən sonra yaş o qədər də bariyer deyil. Videoların birində vurğulamışdım, indi də vurğulayıram. Evə tapşırıq yoxdur. Mənim yanımda yaza bilməyən evdə 1000 dənə yazsa nə fayda? İstəmirəm. Evə heç bir tapşırıq yoxdur. Evdə ancaq o insanın işi həmin YouTube-da gedən videonun nəzəri və praktiki orada verilənlər nədirsə onları tanıyıb bilmək və dərsimizə gələrkən məhz o videodan bəhrələnib real mənim yanımda kod yazmasıdır. Yəni evdə o kodu yaz, bu kodu yaz, onu mənə göndər, bura göndər deyə bir şey yoxdur. Mən istəyirəm ki, insan tam azad olsun. Onun 1000 işi var. Və istəmirəm tələbəyə deyim ki, nə oldu? Hanı ev tapşırığı? O da mənə 1000 bəhanə ilə yalan, yarı gerçək məsələləri izah etsin. Niyə? Mən istəyirəm hər şey çox azad olsun, çox azad formada. Yenə də deyirəm, o özünün peşəkar olmasını istəyirsə, o nə olur olsun bunu öyrənəcək. Sadəcə mənim YouTube-da videolarımın ona köməyi olacaq ki, praktikaya gələndə videoya baxıb, öz üzərində də işləyib və gələndə praktikada daha rahat olacaq və mən bu mövzuları açanda, eləyəndə mən artıq biləcəm, baxıb, baxmayıb. Ciddi öz üzərində öyrənmək istəyir ya yox, bu çox vacibdir və ev tapşırığı deyə bir şey yoxdur. Vermirəm, istəmirəm, soruşmuram. İndi bu saat süni intellektin qışqıran anıdır. Dəhşət, dəhşət. Bundan barışığam, bunu qəbul edirəm. Tələbələr bundan çox rahat yararlana bilər və yararlanmaqda heç bir problem görmürəm, amma süni intellekt proqramlaşdırmanı gözəl bilmir, düzgün təklif etmir, amma yaxşı variantlara yaxın məsələlər misal olaraq verir. Gəl ki, onun yazısına bərbad, istənilən dildə bərbad. Ona görə də assistentdir də, köməkçindir. Yaxşı da işləyə bilər, pis də işləyə bilər. O sənsən işini gözəl bilən. Sən gözəl bilmirsənsə sənə süni intellekt verdiyi yaxşıdır, pisdir, düzdür, yanlışdır bilməyəndən sonra sən ona ilahi varlıq kimi baxacaqsan ki, ayda sağ ol, ay süni intellekt, sən olmasaydın mən batmışdım deyə universitetin bir neçə məsələlərini bəlkə ondan həll edirlər, amma mənim dərsimə heç bir süni intellektin vasitəsilə ev tapşırığını yazıb mənim üçün nə isə göstərməyə ehtiyac yoxdur. Yaz, mənim yanımda yaz. Bax, bütün tələbələrim 2022-yə kimi bir dənə şərtləri vardı. Mənim yanımda yaz, baxım görüm. Məsələni birbaşa verirdim, baxım görüm necə yazacaq. Çox maraqlıdır ki, necə yazacaq. Onun işləməsi şərt deyil. Onun kod yazışı mənə maraqlıdır. Və sonra düzəldəcəkdir. Məsələn ki, ola bilsin ki, çox maraqlı mövzudan başladıq, yarımçıq qaldı. Hə, bu insan istəyirsə tamamlama, buyursun dərsdən sonra yenə də öz üçün işləyib öz dərsini tamamlaya bilər. Özünə bir borc bilib ev tapşırığı kimi bu işi görə bilər. Özünə bağlı bir işdir. Amma mən heç kəsə demirəm ki, ev tapşırığı var, bunu etmədən gəlməyin. Belə bir şey yoxdur. Sənət, məqsəd sənətdir axı. Sənəti öyrənərkən sevgi ilə, məhəbbətlə öyrənilir. Nə təzyiq, nə də mənəvi borc ola bilməz. Onda insana heç həzz verməz öyrənmək.
Nə olar? Dərsdə yıxılmaq da olar, dərsdə gözəl cavab vermək də olar. Amma nə borcun olsun dərsə, nə bir şey çox sadə getməlidir. Proqramlaşdırma hər kəs üçün fərqli bir deyək ki, nizamda gedəcəkdir. Amma nə fərqi var? Real dərsdə və mənimlə getsin. Nəinki yalancıq və süni yollarla, üstəgəl süni intellektlə. Yox, belə bir şey istəmirəm. Ona görə də ev tapşırığı yox, heç narahat olmayın, azadsınız. Əsas odur ki, məhəbbət olsun. Bunu axıra kimi görək. Başqa heç nə istəmirəm. Mən sizinlə paylaşmışam, amma bir daha paylaşım. Niyə də yox? Oktyabrın 26-sı inşallah mən PHP-nin 2025 Azərbaycanda olacaq konferansında iştirak edəcəm. Və kimlər gələcəksə nə xoş. Orada bir-birimizi həm də tanıyarıq. Başlayacaq 10-da, yəqin ki ondan qabaq ilk bir saatı registrasiya olacaqdır, qeydiyyat olacaqdır. Yəqin ki qeydiyyatda müəyyən bir gözləmə, müəyyən bir proses olacaqdır. Belə ki qeydiyyatdan başlayaraq saat 5-ə kimi yəqin ki çox böyük ehtimalla orada olacaq və mən çox sevinirəm. Azərbaycana PHP gəlib, PHP-ni gətiriblər Azərbaycana və sağ olsun, mən paylaşım edən kimi mənə yazdılar. Mən buradan dərin təşəkkürümü bildirirəm. Çox gözəl bir iş görüblər ki, PHP-ni gətiriblər Azərbaycana və üstəlik də ki, çox gözəl bir vurğulama oldu. Mən çox bəyəndim. Deməli, PHP konferansını təşkil edən deyir. Mən əlimdən gələni elədim ki, php.net saytında Azərbaycan barədə, Azərbaycanda keçiriləcəyi barədə informasiya olsun. php.net saytına keçid alsanız, oradakı arxiv xəbərlərə yönəlsəniz, görəcəksiniz ki, yazılıb PHP 2025 oktyabr Baku. Əla, gözəl bir şeydir. Belə maraqlı proqramlaşdırma dili dünyası saytında deməli Azərbaycan vurğulanır. Mən qürur hissi ilə deyirəm, afərin o kəslərə ki, burada çox fəal iştirak edirlər, edəcəklər və bunu təşkil edənə də ayrıca alqış. Mən sadəcə bu ana qədər o qədər başqa işlərim var ki, bəlkə də səhvim olub ki, deməmişəm və bundan qabaq paylaşmamışam ki, Kocas deməli izləyicilər, bəlkə də daha da PHP sevənlər daha çox, daha da fəal olaraq tez yazılardılar, gələrdilər ora. Amma nə olur olsun, əslində Laravel mövzusu orada olacaqdır 100%. Yəqin ki, mənə vurğulanan deməli informasiyaya görə hətta maraqlı oyunlar da keçiriləcək. Prizlər, sürprizlər gözləyir. Çox maraqlıdır. Düzdür, mənim sadəcə işim izləyici qismində olmaqdır. Amma çox qürur verici bir şeydir. Mən çox sevinirəm. Həddən ziyadə və sağlıq olsun kimlərsə də ki, artıq itickets.az saytından əldə ediblərsə bileti, bizlər mütləq görüşəcəyik. Mən bütün LinkedIn olan mənim profilimdə hər kəs kimlər ki abunə olub və eyni zamanda birbaşa mənim Kocas səhifəmlə bağlıdırsa, ayrıca təşəkkürümü bildirirəm. Onlar afərin də hamı bir-birini tanıyır, tapır, eləyir. Və onların da bir neçəsi biləm ki, orada olacaqdır. Ayrıca orada da görüşəcək və PHP-yə dair də LinkedIn-dən o qədər suallar verirlər. Olacaqmı, başlayacaqmı və s. və ilə inşallah başlayacaq eləcək. Yəni, fəal sosial şəbəkələrimdən biri LinkedIn-dir, bir də Instagram-dır. Mən onsuz da reklam etmək niyyətində deyiləm. Bir-iki dəfə cəhd elədim, gördüm yox, mən proqramlaşdırma dünyasındayım və bilirəm reklam necə işləyir, reklam alqoritmi necə işləyir. Onun ayrıca söhbət tayımda bir gün danışaram və bir-iki dəfə yoxladım, gördüm, yox, mənim pulum bu reklama getməz. Facebookda 10 nəfər varsa, 15-16 nəfər varsa, eyb yox. Amma təmizinə özü gəlib. LinkedIn-də 500 nəfərdən çox varsa, eyb yox, özü gəlib. Təmizinə gəlib. 1000 nəfər, səhv eləmirəmsə, Threads-dədir. TikTokda 3000 nəfər. Sonra nə qaldı? Instagram 5000 idi, azala gedir. Problem yoxdur. Heç bir problem yoxdur. Akkaunt da bağlanır eləyir, ona görə elədi. Yəni 4000 ən azı var da belə deyək. Yəni mən özümə söz vermişəm ki, yox, reklam yox. Ondan sonra o pulu verərəm yenə başqa bir cihazlara, onları alaram. O qədər cihaz alaram.
Amma da reklam eləmirəm. Yəni kimlər varsa sayı nə qədərsə min şükür. Həqiqətən və onların hamısı kimlər artıq xəbərdardırsa, gələcəksə PHP konfransa nə gözəl. Hamımız orada həm bir-birimizi tanıyarıq, həm də məmnuniyyətlə mən sizlərin hamınızı tanımaqla bir ayrı bir söhbəti də mütləq edərəm. Və afərin. PHP-ni Azərbaycana 2025-ci il gətirənə afərin. Nə gözəl. Mən belə bir şeydən qürur duyuram. PHP-yə məhəbbətim sonsuzdur. Mən güman edirəm ki, sizlərə az da olsa maraqlı bir söhbət etdim dərslərə dair. Çünki əlimdən gələni edəcəm ki, dərsin özü də maraqlı olsun. Nələrdən istifadə edəcəm, kimlər var, qrup, fərdi və s. və ilaxır. Yadıma düşən bir çox şey deyirdim artıq. Və ümumiyyətlə mən bilməm fikir vermişsə yox, dərsə heç vaxt ssenari ilə gəlmirəm çəkilişimə. Bugün nə deyəcəm? Çəkilişə gələndə işıqları qoşanda, mikrofonu qoşanda anidən düşünüb və bunu deyirəm bir mənalı olaraq və sizinlə indi bu saat kursa dair danışıb demək istədiyim də hardasa kağıza yazılmayıb ki, sizə deyim ki, aha bunu dedim, bunu dedim, bunu dedim, bunu demədim, bunu gələn dəfə deyərəm. Bir şey yoxdur. Mən PHP-dir, JavaScript-dir, Python-dır. O meyxanaçılar var, bədahətən. Mən həqiqətən də bədahətən deyirəm. Amma çalışıram mövzuların bir-birini izləsin. Baxın, amma oradan buradan demirəm. Mənim ana məqsədim axıcı olsun, düz olsun, amma deyəcəyim, nə deyəcəmsə bədahətən meyxanaçı kimi orada yerində deyirəm. Yəni çəkiliş zamanı deyirəm, redaktorumu açıram və çalışıram redaktorda çox şeylərdə yazmayım ki, redaktorun özünü yazılarla dolu edib sizin gözlərinizi yormayım. Amma yəni söhbət time'dan başlayaraq hər bir şeyim mənim sadə bir ünsiyyət səbəbilə yaranan məhsuldur. Söhbətdə də, kod yazılışında da. Və nə yazıram, nə misal yazıram, nə praktika paylaşıramsa, yerində düşünüb paylaşıram. Mən tələbələrimlə də bədahətən verirəm. Hər hansı bir məsələni açıb kağızı deməm. Aha, nəyi demədim ilahi görsə onlara. Belə bir şey yoxdur. Ona görə dərs bir növ bundan da maraqlı olur. Ona görə də mən çalışdım bugün maksimal olaraq biraz da dərslərdən danışım. Bir-iki işlərim var, onları da tamamlayıram və sonra sizlərə açıq elan edirəm və çalışacağam cədvəl qurum. Sizlər məni, mən sizləri tanıyım və formal məqamları da artıq sizlərə bildirim və dərslər başlamış olsun. Sağlıq olsun. Sizlər hamınız sağ olun, salamat olun, canınız sağ olsun. Bu həyatda ən vacib can sağlığıdır. Bunu sizin valideynlər həmişə deyirlər, eşidirsiniz. Bəlkə də qulağınızda bir şablon bir söz kimidir. Amma yaş ki ötəndə deyirsən ki, dünyanın nə pulu olur olsun. Can yoxdursa, pul heç nədən deyil. Ona görə də, ey gözəl qocasçılar, sizə ilk növbədə can sağlığı, can sağlam olanda həvəs möhtəşəm gəlir insana. İşləmə həvəsi, ünsiyyət həvəsi, can sağlığı. İnşallah bizlərə də ki başlayaq, ki maraqlı işimiz olsun və sağlıq olsun, tez bir zamanda başlayırıq. Sizə də mənə də uğurlar. Yaxın zamanda görüşmək ümidi ilə. Unutmayın, Kocaz kanalına abunə olun. Sağ olun, sağ salamat.